fürsət məsuliyyət gətirir. Biz istənilən fürsət istifadə olunmayanda insan üçün təhdidə çevrilir. Bunlar qaydalardır. Bax, fikir verin, ud'uni əstəcib ləkum. Məni çağırın, mən cavab verim. Bütün ruhanilər, bütün yox, bir çoxu. Burada dayanır. Cəmaat bəh, Allah deyir, çağırın, cavab verin. Dalı var, davamı var. Ud'uni əstəcib ləkum. Fürsətdir də. Çağırın, cavab verim. Allah ki, deyir, gəlin məni çağırın, cavab biri getmir, vecini almır. Dalıca buyurur ki, İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dahirin. Deyir, kim təkəbbür eləyib gəlməsə, cəhənnəmə daxil olacaq. Allah intiqam almır, niyə gəlmədin? Hal, təbii qayda belədir. Fürsətdən istifadə eləmədinsə, imkandan istifadə eləmədinsə, imkan özü çevrilir, olur sənin üçün yük. Bu qaydadır. Allah barmaq yerləmir ki, zorla gəl, gəlməsin sənə cəhənnəmə aparacam. Bəzi adamlar Quranı səthi başa düşür, ayələri səthi başa düşür. Deyir, yəni, çağırın, cavab verin, bu bir fürsətdir. Yerindən tərpənmədin, saymadınsa, fürsətdən istifadə eləməmək avtomatik, səndən asılı olmayaraq çevrilir, olur bəla sənin üçün. Bunu izah edir, bunu ifadə edir.